Aşırdım. Git gidesi yok. Git. Salam değerli dostlar, hoş gördük. Səsini aldım. Salam değerli dostlar, hoş gördük hər birinizi. Bu günlərim kotleti hazırlayırıq. Çörəklə bir yerdə. Adətən kotlet hazırlayanda bölümdə mütləq kartuşka qızardırıq, ya kartuşka püre edirik. Amma bu günlərim bunları cəmləşdirib bir yerdə 2 kiloqram ətdən təxminən 100-120 kotlet əldə edəcəyik. İnşallah ki hazırlayaq. Yolda işləyən analarımıza, bacılarımıza, xanımlarımıza verəcəyik ki, nahar eləsinlər. Keçək xəmirimizi hazırlamağa, çörək xəmiri hazırlayırıq. 5 kiloqram undur, damaq dadına görə duzdur, 1 stəkan yarım duru yağdır, bir də ki 2 paçka mayadır. Apardığı qədər də sudur. Güccəli kotleti hazırlamaq üçün bizə lazımdır 2 kiloqram mal əti, 2 kiloqram kartoşka, 3 diş sarımsaq, kilo yarım soğan, pul biber, duz, kəklik otu, bir də 2 dənə yumurta.
Hazırsa ata son atar. Aytebe. Düzgün otur şunu. Ha, düzgün otur. Otur, düzgün otur. Belini eğme, düzgün ortaya otur. Hə. Zəhra qızım, indi bizim məktəbə gəlmək istəyirsən. İndiyə kimi də getmisən, müəllimə səndən məşğul olub. Bilmək istəyirəm görüm nə bilirsən sən. Bircə dənə nəsə mənim üçün ifa elə. Aferin, ama biraz ritmi gözlemek lazımdır. Ritimden çok çıkırsan. İnşallah Ama müəllim yok, indi müəllimənin əziyyəti də var, böyükdür, gözəl də barmaqları var. Çox yaxşı. Çok yaxşı, her şey yaxşı məktəbə olacaq. qəbul olar da. Olar inşallah, olacaq. İnşallah. Onda mən getdim, Yaxşı yol, olur. siz məşğul olun. Çok sağ olun. Vardı, yenə. Siz soluydu çeker. Zehra neylədi? Müəllim yoxladı heç nə. Biraz körəldi, onu bilmirsən, körəlməyə var. Dedi, biraz məşğul olun. Məktəbə hazırlayayım. Dedi, mənim öz əlimdən çıxsın. Dedim, məktəbə hazırlayayım təmiz.
Hə, çip pişsin deyə az elə. Belə də bax, tamam sən kimi. Uzun su yedik. Katletin gölçeği olmağı için xəmiri birinci əlində belə edirsən, bunu əlində yapbalama. Sonra qəşə şəkil verirsən. Söylesene ya. Beyin futbol. Bugünkü atasöz. Bugünkü atasöz ekranda göstərdiyim kimi. Atlet. Git dersin oku. Git dersin oku. Git. Okudun mu? Git oku git tekrar oku. Yine oku. Sokla oku. Bereket sanır. Neçə oldu? 107. 2 kilo ətdən 107 dənə kotlet. Allah bereket versin. Hadi söyle. Birinci özümüz yok ya. Yedim. Bugün də 6-cı gündür. Burada mənim pastayanlı bu təmir işlərini aldığım alətlər olan bir mağaza var. Dost uşaqlar var orada. Hər məni görəndə zarafatla deyir ki, halva nə oldu? Halva gəlmədim. Halva gətirmirsən mi? İndi onlara kotlet verəcəm, görüm nə reaksiya verəcəklər. Gəldi ha, hana o, gəl. Gəlib kotlet gəlibdi, gəl. Salam verək. Ama qardaşlardır, salam verək. Hani o birsən ana? Yoxdur. Yoxdur, bəxtənə baxayım.
Halva deyə öləcək axırda. Gəl sizə verim. Bura salfan verim ha. Salfan bir tez ol. Nahar edəyəsin. Adam nəfərsiz. Neçə nəfərsiz? 5. 4 nəfər. Dört nəfər. Bir, iki, üç, dört, beş, yedi, sekiz. Kimə dənəsə lazım olsa, bax, Kürdaxan tərəfdən, Pişaq tərəfdən gəlin. Çox ucuz verirlər hər şeyi. Bütün mallar da keyfiyyətlidir. Digər mağazalardan da ucuz verirlər. Hanı? Hardadır o? Baxın o, bizim həyətə işlənən hər bir şey buradan alıq. Baxın, hər şey var burada. Kraska, nə bilim mən, hər şey. Bu da qardaşdır, bax, salam verir. Bu da mağazanın yəsidir. Mərfətli qanacaqlı olandır. Hər şeyi də buradan aldıq. Nahar edərsiniz. İzləyicilərimizdir, sayız olaraq oldu. Biz getdik, görək tapa bilim ki. Kənan İnşaat. Dəyərli izləyicilər, işçidir, fərqi yoxdur. Orada iki qardaş var, dəmir-dümür yığıb satırlar. Biri arxamdan gəlir, biri də qabaqda gedir. İndi bunları da dayandırıq verəcəm yenə. Burada dəmirxanaya gələcəklər də. Görüm, yox, keçdilər. Yəni dayanacaq. Saxla. Polis Gözde size abet verim, abet gel bura. Abet gel bura. Görəm işləyirsiniz, salam bölük. Əziyyətiniz də pul qazansınız. Biz də belə işçilərə belə şey paylayırdıq, yemək paylayırdıq. Abet eləmişdir. Gələ bu biri. Oğul qarışmış olsun, Allah'ım. Qardaş, çörək yiyibsiz, çörək. Yemək yiyibsiz, yemək. Verək. Lazım deyil ki. Onlara verim, onlara. Gətirim də var. Ver. Tuş olsun da. İşiniz aband olsun. Yollarımızı düzəldirsiniz, bərpa edirsiniz. Bana dayanak düzeldiler bak burada. Ver ki sen ver. Sağ ol, Allah kabul eder. Muş olsun. Allah güzel. Ev şeydi. Bildim. Onu da ver. Bana size de ne şirin valadı bu. Sizin de. Allah sağ olsun. Allah sağ olsun. Allah sağ olsun. Ne oldu rahmete git? Maşın yolda ben bakıyorum. Senin var burada bakıyorlar. Sağ ol, çok sağ ol. Allah ileride gerek yok. Sağ ol. Ha kardeş. Gel çörek. Gel. Hani o işçileriniz? O işçiler hardadılar? Biz böyle gidiyoruz işte. Orada saklamak olmuyor burası. Yakındadır mı benim verese? Bir nefer burada var. Ha burada. Bu yolda bilmirəm. Ha o. Korktu ki ne var?
Abi deyilibsən? Abi deyilibsən? Hə, gəl verim mən sahibət, gəl. Ya Allah. Ne satırsan? Ha, yığı satsan, Allah köməyin olsun. Gel. Özümüz pişirmişik evdə. Belə əziyyət çəkisiz, biz də deyək ki, nahar eləyəsiz. Allah köməyiniz olsun. Tam bir dəqiqə. Bir dəqiqə darıxma, getmə. Gel, bu da gitme. Alamında kaç değillersin. Çok sağ ol dede. Al hoşun olsun. Değerli dostlar, bunu demek istemezdim ama diyeceğim. Böyle gücümüz çatandan verende bize irat tuturlar bazı izleyicilerimiz. Deyirlər ki, az verdiniz, az pişirdiniz, az neynədiniz. Vallahi mənim gücüm buna çatır, bunu edirəm. Verməyin azı çox olmur. Kimin də nəyə gücü çatırsa o formada versin. Ha, bəzən gözən ki deyir, gərək 2 kotlet qoyardın, gərək 4 qoyardın, gərək 6 qoyardın. bəzən deyirlər ki, gərək 2 kotlet qoyardın, gərək çörəyi biraz böyük eləyərdin, nə mən yanına nə qoyardım. Vallahi gücümüz nəyə çatır onu eləyirik. Əslində göstərməməliyik. Göstərməyəndə də deyirlər ki, o boyda yeməyi niyə edirsiniz? Arada bir göstəririk ki, nə edirik bu yeməkləri. Hamısında çəkib göstərmirik də, yəni arada bir göstəririk belə. 10 videodan bir göstəririk ki, bax nə edirik. Amma elə xəstə insanlar var, eləyirik, yardımımızı eləyirik, gücümüz Pul yardım çatandan. eləyirik, gücümüz çatandan, yemək yardım Heç eləyirik. kimə yəni bunu deməkdə Borçlu deyilik əlbəttə ki, amma tası deyirəm ki, yəni nəysə. Ağa, salam əleyk. Çörək yiyibsən? Deyirəm yemək yiyibsən, yemək veririk. Kotlet çörək. Hə, gəl. Allah razı olsun. Qırağa verim atısı. Biz YouTube kanalıyıq, mətbəx kanalı, yemək pişiririk belə. Allah razı olsun. Hə. Zaftlık da eləməmişsin valla. Onda ikisini ver geri. Elə bir dənə bəs eləyəm. Yok, o ikisini ver. Yok, zaftırıqda da ver, uzunu da ver. Allah razı olsun. Allah çok. Koy, sen bir elini sık. Sen buradan ne varsa? Ha, Allah köməyin olsun. Yolladıram, müdüriyət saçı. Allah köməyin olsun. Sağ ol, Allah razı olsun. Allah razı olsun. Ama zaftırıkımda, abedimde. Uzun da verim mi? Yok sağ ol. Ha, kız arafas. Vallahi uzun da verim mi? İhtiyacı olan. Ha, ya. Yani başka işçiler var mı? Eşittim. Başka park verelim. Hani o birler? Sağ ol, hani o birler? Biri orada verirəm. Ya da onunki biri. Biri də parkın içindədir. Parkın içinde koyun birini hazırlayayım onda. Hani o başka hiç şey yoktu. Gəldin. Bir də aşağıdadır işçilər. Onlara verdi. İkisinə də. Aha. Yo, biri pul çıxardırdı, ona görə bir saxlaya bilmədim Bir də yolda. məhkəməyə yolunda. Qoy onu da verim, onu da verərsən də. Bəli, ora mən getirəm amma. Hə, o gəlməyəcək. Hə, onda buradakını verərsən də. Birini hazırla. Birini hazırla, birini tez al. Bağlı. Bağlı otursan. Sağ ol. Bu yüzden var yöneticiler. Sağ ol. Allah razı olsun. Sana tanıdım. Bir də və tort vermisiniz. Hə, tort da Bir də vermişik. məhkəmə yolunda. Buraya da gəlmişdik. Her şey. Məhkəmə yoluna, oraya gedək, onda baxaq ora. Sinə fırlanır. Hə. Bir şeydədir, bir dənə kişi xeylaqdır. 4 dənə də bu yanda qadın xeylağı. Hə, o arxa tərəfdə. Bəli. Hə, onda belə fırlanaq.
Böyle var mı bu tarafta? Verdi orada şunlara verdi. Ha orada verdi. Kuş olsun. Allah hoş olsun. Hazreti üstünler. Sıkıntı bu yandan kesecekti. Ve devam edecek. Var işçiler yine ya. Biri bu tarafa gitti. Abede gitti. Ha bez geçmiş dersen. Abede gitti. Allah kabul etsin. Memnuniyetle bilirsin. Nuş olsun. Allah kabul etsin. Allah yolunda, her şey Allah yolunda. Ha deli olmuş kakala, yemek veri. Ayağına bugün dersin. Yoldan çık ha. Ay Allah eləməsin. Allah işini aman diləsin canım. Ha. Sağ da verim mi? Verim mi katili? Sen de görsünler mi Mətəvəkdə? Bazen bakarsan orada, yaxşı mı? Bir de qaqaşa ver yine. Aman hoşunuz olsun. Koy birini de versin size. Paylaşım kızım. Ha, ver kızına da versin hadi. Bir tane yolda... Bak bunu veririm. Anana diyersen ki tadına baksın yaxşı mı? Çok güzel bebesin abi. Buna ben de ver kızına faras vereyim. Özün de birini yedi ha. Ha? Paylaşım kızıma. Yo bunu özün ye kızına birini verin. Değil mi? Oradan Mehmet'e de salam ele. Ha. Ha, Allah sizi var eylesin. Sağ ol. Yaxşıdan son oldu. Oldu qala. Allah aman. Uğur ehtiyatlı ol, ehtiyatlı ol. Bize yoldan ehtiyatlı ol. Tələsmə. Halalım olsun falan. Sağ ol anam. İşin zabandı olsun.